Texnologiya həyatımızın ayrılmaz hissəsinə çevrilib. Amma heç düşünmüsünüzmü? Bir kompüteri yemək nə qədər təhlükəlidir? Fransız Michel Lotito qeyri-adi bacarığı ilə Guinness Rekordlar kitabına düşüb. O 18 velosiped, 7 televizor, 2 yataq və hətta bir yüngül təyyarə yeyib. Üstəlik bir kompüteri də yeməyə bacarıb. Amma bu insan sağlamlığı üçün ciddi risklər yaradır. Elektron cihazların içində arsenik, civə və qurğuşun kimi təhlükəli maddələr var. Bunlar insan orqanizmini zəhərləyə, böyrək və sinir sisteminə ciddi zərər verə bilər. Hətta kompüter parçalarını udmaq, boğulmaya və daxili orqanların zədələnməsinə səbəb ola bilər. Bu kimi qeyri-adi vərdişlər psixologiyada Pika sindromu ilə izah edilir. Bu sindrom insanın yeyilməyən əşyalara qarşı güclü istək duymasına səbəb olur. Belə insanlar nəzarətsiz impulslarla təhlükəli qərarlar verə bilirlər. Maraqlıdır ki, alimlər gələcəkdə insanlar üçün yeməli texnologiyalar hazırlamağı düşünür. Nanokompüterlər artıq araşdırılır və hətta həzm olunan mikrocihazlar üzərində iş gedir. Amma bu hələ reallıqdan uzaqdır. Hazırda isə ən ağıllı seçim köhnə kompüterləri yemək deyil, onları geri dönüşümə göndərməkdir. Bəs siz necə düşünürsünüz? Gələcəkdə insanlar həqiqətən də kompüter yeyə biləcəkmi? Bu kimi maraqlı videolar üçün səhifəmizə abunə olub bizi izləməyi unutmayın.